Qazi balamıza, Qazi qardaşımıza salamlayıram. Bütün çox sağ olsunlar ki, yəni xanım Şəhla xanım və məni bu Qazi balamız dəvət etdi. İlk dəfədir sizlərlə mən bu tədbirdəyəm və bundan çox qürur duyuram, çox sevinirəm ki, sizin kimi insanları, qələm ustadlarını, xanımları, bəyləri tanıyıram və daha öncəsi də bu şəhid atamızı tanıyıram. Var olun. Qalib gəlməyimizi istəməyən bir neçə dövlətlərin jurnalistləri onun üstünə gəldilər. Amma o layiqincə onların cavabını verdi. Necə İlham olaraq, Heydər oğlu İlham olaraq və bizim qələm ustadlarımız, yazarlarımız, sosial şəbəkələrimiz də bu barədə öz tərəfindən, hərə öz bildiyi nöqteyi nəzərindən, hərənin əlindən hansı iş gəlirsə o nöqteyi nəzərdən də öz xalqını müdafiə elədi, öz torpağını müdafiə elədi və bu birlik, bu güc dövlətimizin, ordumuzun qalib gəlməsinə səbəb oldu, torpaqlarımızın işğaldan azad olunmasına səbəb oldu. 44 günlük vətən müharibəsində şəhid olan, qazi olan oğullarımız, döyüşçülərimiz, hərbiçilərimiz Birinci Qarabağ müharibəsində öz canından, qanından keçən, itən, hələ də tapılmayan oğullarımızın, qardaşlarımızın qisasını yerdə qoymadı, onları aldı. Onların ailəsi ilə biz görüşəndə onlar bizə deyir ki, biz sizə, yəni sizin oğullara, şəhidlərimizə borcluyuq, çünki onlar bizim evlatlarımızın, yəni şəhidlərimizin qisasını aldılar. Bizim ürəyimizdə yanan o ocağı biraz da olsa söndürdülər. Bəli, müharibə olan ölkədə şəhid də olacaq, qazi də olacaq, yaralı da. Hər bir şey, hər kəs travma aldı bu müharibədən. Psixoloji, mənəvi, fizioloji, hər kəs travma aldı. O travma alanlardan biri də mən oldum, o faciəni yaşayanlardan biri də mən oldum. 44 günlük vətən müharibəsində əskər yola saldığım 18 yaşlı şəhid Həsən Quyev Səbuhi o qədər cəsarəti ilə, şücaəti ilə seçildi ki, xüsusi təyinatların onun öz dəstələrinə qoşdular. Xüsusi təyinatının ən gənc əskəri 18 yaşlı Səbuhi oldu. O bütün rayonlarda, torpaqlarımızın işğaldan azad olan rayonlarında hamısında döyüşdü. O Şuşada, amma qələbə günü, zəfər günü ayın 8-i Şuşada şəhadətli zirvəsinə ucaldı. Snayper 3 avtomat gülləsi ilə o şəhadətə ucaldı. Onu xilas etməyə gedən dostlarına əl qaldırıb deyib ki, gəlməyin. Eybi yoxdur məndən, bir dənəyəm. Yəni, mən burada təkəm, birəm, amma siz gəlsəz sizi də vuracaqlar. O öz canını qurban verərək dostlarını xilas etmişdi, qoymamışdı onu çıxartmağa. Yəni, bu video görüntülərdə də var. Biz bura bu günlərin gözəl bir tədbirə toplaşmışıq. Zəfər günü ilə bağlı. Artıq biz qalib çalmış bir ölkənin vətəndaşlarıyıq, qalib ölkənin qalib vətəndaşlarıyıq və biz bunu rəşadətli ordumuza, qeyrətli qazi qardaşlarımıza və şəhid balalarımıza, onları bəsləyən valideynlərə borcluyuq, xalqımıza borcluyuq. Mən bir şəhid anası olaraq, mən də özüm də şəhidlərimizə borcluyuq ki, bizə bu gözəl günü, gözəl sadı, gözəl bütöv Azərbaycan. İcazə versəydiniz, bu məqamda mən bir şeirimi sizin nəzərinizə çatdırardım. Zəfər çalmış bir ölkədə yaşayırıq şən firavan. Düşmənləri məhv etmişik, yox etmişik zaman zaman. Dalğalanır bayrağımız məğrur zirvələrdə, indi sevinç gözyaşları biz görürük ailələrdə. Ey Türkiyeli, ey dost, düşmən, biz dönürük evimizə. Bayram tonqalları qurun, bayram layiq elimizə, bayram layiq elimizə. Bəli, bizim xalqımıza, elimizə yalnız bayramlar, şənliklər yaraşır.